Burada bir pomidor ağacım var. Pomidor bitkim var. Çiçəkləməyə hazırlaşır. Amma fikirləşirəm ki, mən onun aşağıdakı yarpaqlarını, böyük yarpaqlarını kəsim və bitki tezliklə çiçəkləsin. Belə yadımda qalıb. Bilmirəm, mən düz eləyirəm, yoxsa səhv eləyirəm, amma görün necə gözəl inkişaf eləyib. Bitkilərimə tökdüyüm suyun içində pomidor qabıqlarını da isladıb tökürəm. O da yəqin ki, pomidor toxumu düşüb. Burada çiçəkləməyə hazırlaşır. İndi bu aşağıdakı yarpaqları kəsməyə çalışıram. Əgər səhv olsa, kim görsə xəbər eləsin. Çünki düz elədiyimi fikirləşirəm, amma bilmirəm düzdürmü, səhvdirmi. Amma düşünürəm ki, düz eləyirəm. Çünki gücü yarpaqlara gedir. Deyəsən bunu bəlkə kəsməyim. Kəsdim. Tezliklə çiçək açmasını gözləyirəm. Videosunu da çəkib məni izləyənlərə, qiymət verənlərə göstərəcəm.